yenə səlahiyyətini görürsünüz. İslam oyunlarında artıq medal uğrunda mübarizəsini aparmaq üçün finiş başa çatdı. 3-cü yerlə nəticələndi. İstəyərdik ki, etmədə öyünləri qurduğu bir federasiya prezidenti olaraq fəxrlə çəkirəm ki, Azərbaycanın belə gəncləri yetişir. Muay Thai idman məktəblərində və bunlar bizim hər birimiz fəxrimizdir, qürurlandırıcıdır və inanırıq ki, gələcəkdə biz verdiyimiz nəticələri bunlar da verə biləcək. Azərbaycan adını səsləndirərək və buyur və görürsünüz. Təqdim etmə prosesi başladı. Bax, görürsünüz. Birinci gördüğünüz kimi təqdim etmə prosesi verildi, medallar verilir. Bu Azərbaycan idmanının uğurudur, bu Muay Thai idmanının uğurudur, bu bizim məktəb, Muay Thai məktəbinin uğurudur. Artıq Muay Thai sərbəst olaraq öz fəaliyyətini göstərməyə davam etdirir və öz qələbəsində İslam oyunlarında 4 idmançı ilə 3 medal qazanması əlbəttə bundan böyük